Deməli, değerli izləyicilər, 3 sot torpaqda tekbot bir bayrak verir. Tekbot bayrak verir. 3 sot torpaqda proanör betonu. Bütün pəncərəni alacaq. Kənar. Perimetr. Onda üstə 3 sot torpaqda fabrika xətləri, qazın işini, sənədini çıxarır. Qiymət sənədi 55 min manat tekbot bir bayrak. Bir mərtəbə bir qiymətdə 2 mərtəbə yaxında değerli izləyicilər. Bir iş adam, proanör betonu fakirli və evimizin mevcuttur. Balkonun altı üstü betondur. Bakmışsın armatırla, 18'li armatırla ispat olunur. Tam şəxsi özünə tikilmiş bir ev. Alın, restavrasiya edin, təmir edin, o bir bana yığıma gələn bir ev. Buranın nə qəşəng öz özünüzün təmir etsəniz, bu evin qiyməti yəni bilirsiniz. İki mərtəbə, bir də iki arası tüm panellərli perimetr boyunca. 4 tərəfin məlum məsələ, 2 tərəf, 2 mərtəbədə bir şan altı, hava beton altı, yəni ki o da betondur, kanarı, təməli də ki beton olmuşa, fundamenti var. Şimdi şuna aşağı telefonu götürürüm, qalxana bir aparat yukarı, otaqları seçebilirim. Otaqları təqdim eləməyə. Birinci mərtəbədə bir dənə belə bir girişdə zal kimi proyekt nəzərdə tutulub. Yenə də məsləhət özünüzdür. Necə istəsəz öz dizaynınızla proyekti qura bilərsiniz. Burada da yəqin ki, çox güman ki, burada mətbəxi təyin olunub. Birinci mərtəbədə bir dənə belə bir geniş zalıdır, mərdəkan stillidir. Burada da bizim geniş mətbəximizdir. Qalxıram ikinci mərtəbəni təqdim eləməyə. Gördüyünüz kimi, betonun qalınlığına bax. Bir dənə betonun qalınlığına baxın diqqətlə. Nə bu alçıpandan örtülüb üstündə bir şey. Açıq aşkar fakt göz qabağında görsənir. Yəni evi bu formada almaq daha məsləhətdir ki, evin keyfiyyətindən tam əmin olasınız ki, bura remont eləməyə, pul qoymağa dəysin. Bu da ikinci mərtəbədə bir dənə belə bir geniş zalıdır və 2 yataq otağıdır. Burada belə bir yataq otağı. Bəlkə də hamam sanitar qoşağı kimi proyekt qurmaq olar, bilmirəm. Yəni məsləhət sözündə yenə də. Bu da ikinci belə bir otaq. Otaqların sayını artırmaq mümkündür. Qiyməti 55 min manat, ətraf tam yaşayış. 55 min manata real alıcılarımıza da qiymət 55 min manat, real alıcılarımıza da endirim var. Bir də ki, evimizin, torpağımızın çıxarışı olduğuna görə kommunalları tam qanuni şəkildə, asan kommunalda İnşallah kommunalları təsis edəsiniz. Ətraflı məlumat üçün 077 320 95 25 nömrəsində əlaqə saxlayın. Qiymətində də qəşəng endirim var inşallah. Real alıcılar xahiş edirəm zəng eləsin. Boş adamlar narahat eləməsin.